Salamlar olsun Allah yolunda bircə yürüyen bütün Müslüman bacı və qardaşlarımıza Allahın salamı, xeyri, rəhməti və bərəkəti üzərimizə olsun deyirəm. Qarşınızda baş əyirəm və uca Allahımıza səcdə etməklə, o amalla ayələri oxumağa başlayıram. Allah kimləri sevər barədə ayələrdir. Yığmışıq, konspektində yazıram həmişə sizə də xatırlatmaq üçün. Bütün gənclərə Allah yolunda yürüyüb, nəsillərində fəal müsəlman kimi gözəllik içində, gözəllik amalında, gözəl yaşamağı, müsəlman olaraq ölməyi arzulayıram. Yaşlılar hamısı bilir bunları, amma bilməyənlər də var. Başlayaq. 2-ci surənin 195-ci ayəsində Allah Teala buyurur ki, Allah yaxşılıq edənləri sevər. 2-ci surənin həmçinin 122-ci ayəsində Allah Teala buyurur ki, Allah səhvindən qayıdanları, təmizlənənləri, yəni tövbə edənləri sevər. Həmçinin 3-cü surənin 148-ci ayəsində də Allah Teala buyurur ki, Allah yaxşılıq edənləri sevər. Allah məsuliyyətli olanları 3-cü surənin 76-cı ayəsində buyurur ki, sevir, Allah məsuliyyətli olanları sevir. Dözümlü olanları 3-cü surənin 146-cı ayəsində uca Allah, hər şeydən uca Allah buyurur, həmən dözümlü olanları sevməyi barədə. O barədə indi oxuyacağım ayəni bütöv. Özünə güvənib, yəni Allaha güvənib etibar edənləri, yəni təvəkkül edənləri Allah sevir, Allah buyurur bunu. Allah ədalətli olanları sevir. 5-ci surənin 42-ci ayəsində bunu buyurur. Və 49-cu surənin 9-cu ayəsində adil olanları Allahın sevdiyini burada açıqlayır. Yəni adil, ədalətli, doğru, insaflı olanları Allahın sevdiyini Allah orada, həmin ayədə açıqlayıb. Sevdiyi Allahı bu yolda səbr etməyi bəyənlidir. Ancaq bilmir çox adam ki, səbr etmək nədir. Şəxsən mən əvvəllər elə bilirdim ki, səbr etmək, durub belə gözləmək, baxmaq, gözümü düşürdüm yola, baxırdım ki, səbr etsin. Əslində isə səbr etməyin nə olduğunu 3-cü surənin 146-cı ayəsində Allah Teala açıqlayır. Ayənin axırında buyurur ki, Allah səbr edənləri sevər və əvvəldə necə səbrin nə olduğunu açıqlayır. Neçə peyğəmbər bir yığın Allah-pərəstlə, Allah adamı ilə, yəni birlikdə düşmənə qarşı vuruşmuşlar. Lakin onlar Allah yolunda təşvişləri, müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də boyun əymişlər. Kafirlərə boyun əyməmişlər. Deməli, Allah yolunda müsibətlər baş verən zaman Allah yolunda yaşayan insanlar vuruşmalı, nə zəiflik göstərməli, nə acizlik göstərməli, nə də boyun əyməlidirlər. Və açıqlanan kimi ayənin axırında buyurur Allah, Allah səbr edənləri sevər. Göstərir, yəni nədir? Səbri edənləri də Allah sevir, bunu bildirir. Allah hamımızı səbr edənlərdən eləsin, müsəlman olaraq yaşayaq, müsəlman olaraq ölək və bir duamızı da edək. Bu da Qurandandır. Ya Rəbbim, yalvarım, üzərimizə səbir yazır və müsəlman olaraq canımızı al. Amin, ya Rəbbil aləmin, amin. Hamınıza Allahın salamı, xeyri, rəhməti və bərəkəti olsun deyərək ayrılıram. Hələlik. Yeni videolarda görüşənə qədər. Hələlik.